Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Məhəmməd Qaraçiyevin 11-ci siniflər üçün olan 100 sınaq test toplusundan sınaq 13-ün izahına baxırıq. Qeyd edim ki, uşaqlar dərslər haqqında məlumat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Qeyd edim ki, həm 5 bacarıq, həm də 3 bacarıq üzrə hazırlıq qruplarımız mövcuddur. İndi isə keçək video izaha, hansı ki, videonu bəyənsəz like etmək, kanala abunə olmaq, şərhlər bölməsinə öz fikirlərinizi bildirmək və maksimum şəkildə videomuzu paylaşmağı unutmayın. Arabic language, dil adların qarşısında language varsa mütləq D artiklı yazmalıyıq. B, Y, C getdi. Afrika qitədir, qitə adları artiklsı zor, D bəndi. 2-dən boat, deməli, boat ride yazıbdır. Yəni qayıq sürüşü. Boat samit səslə başlayır. Ən artiklı olmaz. Boat ride sayılır deyə mütləq qarşısında artikl istəyir. Yəni boşluq da olmaz. Danube river, Danube çayı. Çay adları deyə artiklından işlənir. İkinci tərəfə görə tapırıq ki, cavab B bəndi. Keçdik üstdə. Kilometers cəmdədir, okey. 100 olmaz. Say cəmlənirsə ən artiklından işlənmir. 100 samit səslə başlayır. Ən yox E artiklı olmalıdır. 100 tək başına yazılanmaz. Hundreds of kilometers ola bilərdi. C səhvdir. 100 kilometers təbii ki düzdür. E100 bərabərdir. D100 olmur. Çünki D artiklı sıra sayıları ilə işlənir. Müəyyən miqdar sayıları ilə deyil. 4-dən flight uçuş sayılan tək isimdir. Qarşısında artikl istəyir. Boşluq olmaz. Samit səslə başlayır. Ən artiklı olmaz. D-də səhvdir. United Arab Emirates. Birləşmiş Ərəb Əmirlikləri. United söz olduğuna görə təbii ki D artiklını yazmaq məcburiyyətindəyik. A bəndi. 5-ci sualda Times Square deyir meydanı, Times meydanı. Meydan adları artiklsız olur. New York şəhərdir. Şəhər adları artiklsız olur. Cavab Y. 5-dən D artiklı verib sıra sayı yazsam. The 1st of May. March. March 1 deyə bilmirik. Sıra sayıları ilə işlənir. Onsuz da aynı tarixləri. 1 March yenə səhvdir. D artiklı burada verib. İkinci dəfə D yaza bilmərəm. 1 sıra sayı deyil, götürmürəm cavaba. Aynı tarixləri sıra sayı ilə verilir. Uşaqlar unutmayın. Russian language. Dil adların yanında language varsa təbii ki D artiklı işlədirik. Yəni D-ni, Y-ni, B-ni çıxırıq. Patterns cəmdir. E-n artiklı yaza bilmərəm. C bəndi, boşluq. Sonra 8. Mountain, dağ, sayılan tək isimdir. Mütləq artikl istəyir. Boşluq olmaz. Samit səslə başlayır. Ən artiklı yox, E artiklı olmalıdır maksimum olsa. Alps. Sonda S var. Təbii ki sıra dağdır. D artiklından işlənir. Cavab Y. 9-cu sualda August nə deyəcəm? Avqustun neçəsisə, düzdürmü? Yenə mənə nə veribdir? Deyir ki, ayın tarixini tap. Ayın tarixi sıra sayı ilə verilir. Yəni A-nı, B-ni çıxıram. Çünki bunlar sıra sayı deyil, müəyyən miqdar sayıdır. C-ni də çıxıram. Sıra sayının qarşısına D artiklı olmalıdır. Yəni D bəndi. Y-də də həm yazılış səhv var, həm də artikl yoxdur deyə səhvdir. Keçirik növbəti. Yəni neçənci sualımıza? 10-cu sualda. English Channel, İngilis kanalı. Kanallar artiklla işlənir. D artiklı ilə boşluq olmaz. Southern Coast of, Coast, Shore, Bank bunlar D artiklı ilə işlənir. Üçüncü tərəfdə England ölkədir. Təbii ki boşluq. A getdi. Northern France, Şimali Fransa. Təbii ki bu da ölkədir. Boşluq cavab olur B bəndi. 11. South Pole, Point, bir də Southern Part. Bilirik ki, Southern Part hissəsi oflu birləşmədir. D artiklının işlənməlidir. Yəni üçüncü tərəf boşluq olmaz. A, D, B-ni çıxıram. D artiklından işlənəcək. E artiklı yazamıram. Çünki burada nə var artıq bizə? Müəyyənlik var. Oflu birləşmələrdə biz yazırdıq D artiklını. Point, nöqtə, nəzər, belə anlamda işlənən sözdür. Hansı ki bu da E artiklından işlənir. Çünki sayılan tək isimdir. Və South Pole, bu da cənub qütbü. Qütblər də D artiklından işlənir. Cavab C. Bir də burada uşaqlar, məncə örs yer kürək sözünün də qarşısında D artiklı olmalı idi. Vahidlik bildirir. 12. Great Wall of China, böyük Çin səddi. Tarixi tikililər D artiklından işlənir. Yəni qarşısında D artiklı olacaq. Historical monument, monument abidə sayılır təkdə. Qarşısında sifət var, yəni artiklı olacaq. E historical monument. Dediyim kimi sayılan tək isimlər mütləq artikl istəyir. Boşluqla işlənməz. 13.
D artiklı varsa üstünlük sıra sayı yazmalıyam say olaraq. To müəyyən miqdar sayıdır. Twice 2 dəfə deməkdir. Olmur. A second D artiklı ilə E artiklı eyni zamanda işlənilməz. To da müəyyəndir, amma second ikinci sıra sayıdır. Cavab A. 14-dən bu kitab sayılır təkdədir. Artikl istəyir. Boşluq olmaz. Bir də samit səslə başlayır. An artikl olmaz. 14th century. 14th 14-cü. Sıra sayıları D artiklindən işlənir. Onda cavab C bəndi. İkinci tərəfdə. Hə, bir də burada e-book vardı. Niyə bəs D olmur? Çünki sırf 14-cü əsrdə yazılmış kitabdan söhbət gedir. Müəyyən daxı düzdür, müəyyənlik ifadə edir. Spesifik bir vaxta aiddir. Ona görə C bəndi. 15-də Tac Mahal. Bu da tarixi tikildi. Bu da D artiklı ilə işlənməlidir. Boşluqları, EN artikllarını çıxırıq. Landmark sayılır təkdədir. Qarşısında artikl istəyir. Boşluq olmaz. Təbii ki, a famous landmark qarşısında sifətdə olduğuna görə rahat şəkildə yaza bilirik. Keçdik 16-cı sualımıza. A number of, the number of ola bilir. Boşluq olmur. Were cəm xəbərdir. A number of-un xəbəri cəm, the number of-un xəbəri tək olur. Cəm xəbər olduğuna görə D artiklını çıxırıq. Class sinif sözü. Sayılan təşkilində artikl istəyir. Measles qızılca xəstəlik adıdır. En artiklı ilə işlənmir. Xəstəlik adları çünki sayılmaz. Cavab olur Y bəndi. From the class due to measles. Deyir ki, bir çox şagirdlər qızılcaya görə dərsdə iştirak etmir. Dərsdə yoxdurlar yəni.